Herkese salam, kanalıma xoş gəlmisiniz əziz 9-cu siniflər. Bugün sizlərlə birlikdə 9-cu sinif 15 Mart OTK-nın buraxılış suallarını izah edirəm. Deməli, 31-ci sual. M parametrinin hansı qiymətində funksiyanın qrafiki A nöqtəsindən keçər? Deməli, A nöqtəsinin koordinatlarını gətirirəm, x və y-in yerinə qoyuram. Y 2-yə bərabərdir, yazıram 2-yə bərabərdir. X-in yerinə də -2 qoyuram. -2-nin kvadratı üstə gəl 3 vurulsun. -2 üstə gəl m. Buradan 2 bərabərdir. -4 çıxılsın 6 üstə gəl m. M də bərabərdir. 2 üstə gəl 10. Yəni 12. D variantı. 32-ci sual. Ədədinin standart şəkildə yazılışında tərtibini tapın. Standart şəklə gətirəndə 2 onda 8 vurulsun. 10 üstündə 4 olacaq. Deməli, tərtibimiz də 4-dür. A variantı. 33-cü sual. Çevrənin radiusunu 4 dəfə artırdıqda uzunluğu necə dəyişir? Deməli, uzunluq düsturu 2πr-dir. Baxıram ki, çevrənin uzunluğu radiusu ilə düz mütənasib asılıdır. Yəni 4 dəfə artırsa, çevrənin uzunluğu da 4 dəfə artacaq. A variantı. 34-cü sual. A və B çoxluqları üçün kəsişməmiz 7-yə bərabərdir. Deməli, Euler Venn diaqramını çəksəm. Deməli, kəsişməmiz 7-dir. Bu olsun A çoxluğu, bu da olsun B çoxluğu. B fərq A 4-dür. Deməli, bu hissəm 4-dür. Yalnız B-də olan 4 elementimiz var. İndi B-nin elementlərinin sayını istəyir. B-dəki elementlərin sayı da 7 və 4-ün cəmidir. Yəni 11. D variantı. 35-ci sual. Deməli, hesablayın deyir. Əküb 12 və 84. Ədədlərdən biri digərinə bölünürsə, əkübümüz bölünəndir, yəni böyük olan 84 üstə gəl. 83 və 84 ardıcıl ədədlərdir. Ardıcıl ədədlər hər zaman bilirəm ki, qarşılıqlı sadədir. Və bu da 1-ə bərabərdir. 84 və 1-in cəmidir, 85-dir. C variantı. 36-cı sual. Tənglər sistemindən x-i tapın deyir. Toplama üsulu ilə alt-alta toplasam. Deməli, 2x və 3x-in cəmi 5x, y-lər islah gedir, bərabərdir 20-yə. X də bərabərdir 4-ə. C variantı. 37-ci sual. Tənliyin müsbət kökünü tapın deyir. Tənliyin müsbət kökünü tapın deyirsə, deməli, vuruqlarını ayırsam, x vurulsun, 5x çıx 4, bərabərdir 0. Buradan da tənliyin bir kökü 0-dır. Digər kökü də, deməli, 0-a bərabər eləyəndə, x də bərabərdir 4 bölünsün 5. 0 onda 8. 38-ci sual. AB hasilini tapın deyir. Çarpaz vursam 3A vurulsun 12B bərabərdir 4-ə. 36 AB bərabərdir 4-ə. AB də bərabərdir 4 böl 36. İxtisar aparsam 9-da 1, yəni C variantı. 39-cu sual. Ədəd oxunda -6/3 ədədindən sağda yerləşən mənfi ədədlərin cəmi, tam ədədlərin cəmi. Deməli, -6-dan ədəd oxunda -6, deməli, -6/3. -6/3-dən sağda yerləşən ədədlər olacaq bizdə -6, -5, -4, -3, -2, -1. Bunların cəmini istəyir. Deməli, -6, -9, -12 çıx 9, yəni -21. O da A variantı. 40-cı sual. Deməli, ifadənin qiymətini istəyir. Buradan birinci A-nı mötərizə xaricinə çıxartsam, A çıxılsın C üstə gəl. Buradan da B-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxartsam, A çıxılsın C üstə gəl 1. İndi burada da yenə ortaq vuruqlar A çıx C-dir. A çıx C vurulsun. A üstə gəl B. Üstə gəlsin 1. İndi mən baxıram ki, A üstə gəl B var. 4-ə bərabərdir. Amma A çıx C yox, C çıx A var. Mən də bilirəm ki, C çıx A çıx C-nin əksidir. Yəni, əks işarəlidir. Əgər C çıx A -2-dirsə, A çıx C də 2-yə bərabərdir. Bu da oldu 2. 2 vur 4 üstə gəl 1. Yəni 9 B variantı. 41-ci sual. Nöqtələr arasındakı məsafəni istəyir. Bunu biz koordinatlardan keçmişik ki, iki nöqtə arasındakı məsafəni tapmaq üçün
İkincidən birincinin koordinatını çıxıram və kvadrata yüksəldirəm. Üzərinə gəlsin. Yenə indi y-lər. Ondan çıxırıq mənfi içini və kvadrata yüksəldirik. Bu da olacaq bizdə 5'in kvadratı 25 üstəgəl, 12'nin kvadratı 144. Bu da kök altında 169'dur. Yəni 13 B variantı. 42-ci sual. Tam sətinin sahəsi 24 olan, deməli tam sətinin sahəsi 6A kvadratı ilə hesablanır kubda. Bu da 24'e bərabərdir. Deməli A kvadratı 4'dür. Onda tilin uzunluğu 2 imiş. Kubun həcmini istəyir. Kubun həcmi A kubu ilə hesablanır. Tili tapmışam 2'dir. 2'nin də kubu olacaq 8 B variantı. 43-cü sual. 5'te 1 hissəsi dolu olan sənin boş hissəsinin həcmi dolu hissəsinin həcmindən neçə dəfə çoxdur? Boş hissəsini tapmaq üçün tamdan, yəni 1'dən çıxıram dolu hissəni. Bu da olur 5'te 4. Deməli 5'te 4'ü boş hissəsidir. 5'te 1'də doludur. İndi deyir ki, boş hissə, yəni 5'te 4 dolu hissədən, yəni 5'te 1'dən neçə dəfə çoxdur? Mən də bölməliyəm. 5'te 4 vurulsun, kəsir tərsinə çevrilir. Bu da olur 4. 4 dəfə çoxdur. D variantı. 44-cü sualda deməli məxrəci irrasionallıqdan azad edin deyir. Məxrəcin qoşması kök altında 2'dir. Həm sürət, həm də məxrəci kök altında 2'yə vurur. 8 kökdə 2 bölünsün 2. Bu da olur 4 kökdə 2 Y variantı. 45-ci sual. Düzbucaqlı üçbucağın sahəsini istəyir. Düzbucaqlı üçbucağın sahəsi 2'də 1 vurulsun. Katetlərin hasilidir. 5 vurulsun 6. Bu da olacaq 15, yəni B variantı. 46-cı sual. A'nın hansı qiymətində bərabərliyi doğru olar? Deməli 2A üstəgəlinsin A 7. 2 rəqəmli ədədlərin cəmi 2 vurulsun A 0'dır. Yəni son rəqəm nədir burada? 0, düzdür. Mən də bilirəm ki, 7'nin üstünə yalnız neçə gəlsəm 0 olar? 3. Deməli bu beləymiş. Baxın 23 üstəgəl 37. Bu da bizə verir 60, düzdür. 60 da 2 vurulsun 30. Həqiqətən də A'nın yerində 3 qoysa, deməli ifadə doğru bərabərlik olar. A bərabərdir 3'ə. 47-ci sual. ABC bucağında ADBC perpendikulyardır. BAC bucağın 45 dərəcədir. CD'nin AD'yə nisbəti 1'in kökdə 3'ədir. Yəni CD kadısa AD kök altında 3K'dır. Deməli AD də BC perpendikulyardır. Yəni 90 dərəcədir. ABC'nin dərəcə ölçüsünü istəyir. Baxıram mən ADC düzbucaqlı üçbucağına. Düzbucaqlı üçbucaqda katetin deməli biri K'dır, digəri kök altında 3K'dır. Yəni biri digərinin kökdə 3 mislidir. Bu nə zaman olurdu? 60'ın qarşısındakı katet 30'un qarşısındakının hər zaman kök altında 3 misli olur. Deməli kök altında 3K 60 dərəcəli bucaq qarşısındakı katetdir. Deməli DC isə 30 dərəcəli bucaq qarşısındakı katetdir. Daha sonra mənə deyir burada BAC 45 dərəcədir. BAC bütöv 45'dirsə, onda BAD bucağın 15 dərəcə olmalıdır. Deməli məndən də istəyirdi ABC'ni 90, 15, burada avtomatik olur 75 dərəcə. 75 dərəcə. %48-ci sual. Bərabərsizliklər sisteminin natural həllərinin cəmini tapın. Deməli, birinci həll eləyək. 2x üstəgəl 2 bölüçdür x üstəgəl 6'dan. 3x üstəgəl 2 kiçikdir 2x üstəgəl 10'dan. Deməli, buradan x bölüçdür 4'dən. X da kiçikdir 8'dən. Bərabərsizliklər sisteminin həll eləyəndə bilirəm ki, kəsişməni götürməliyəm. İndi ədəd oxunda baxsaq, deməli 4 və 8. 4'dən böyük, yəni sağa doğru olmalıdır. 8'dən kiçik, burada da sola doğru gedirəm. Kəsişmə hər ikisinin aldığı qiymətlərdir, yəni ortaq qiymətlər. Bu da olur 4'dən 8'ə. İndi mənə deyir ki, natural həllərinin cəmi 5, 6 və 7. Bunların da cəmi olacaq 18. 49-cu suala baxırıq. Deməli, bir də deyir ki, A və B paraleldir, C kəsəndir. Onda bucaq 2 və bucaq 1 daxili bir tərəflidir. Cəmi 180 olmalıdır. Bir də bunların fərqini verib
Bucaq 2 çıx bucaq 1 100 dərəcədir. Onda mən təncilər sistemindən hər birinin dərəcə ölçüsünü tapa bilərəm. Alt-alta toplasam, müsbət mənfi bucaq 1 gedir. 2 vurulsun bucaq 2 bərabərdir 180 və 100-ün cəmi 280 dərəcə. Bucaq 2 bərabərdir 280 bölünsün 2, yəni 140 dərəcə. Elə məndən də bucaq 2-ni istəyir, o da 140 dərəcədir. 50-ci sual ifadənin qiymətini tapın deyir. Hər zaman düşən sualdır bu da, yenə populyar sualdır. Deməli 1 bölünsün a kvadrat. Biz bunu belə yazırıq. A kvadratı üstə gəl 1 böl a-nın kvadratı kimi. Aha. Deməli baxıram ki, burada səhv düşdüm ötəsi bir saniyə. Bunu silirəm burada. Düzəldək. Aha. 1 böl a-nın kvadratı. Baxıram ki, bu ifadə kvadratlar cəmidir. Kvadratlar cəmini biz necə yazırdıq? A üstə gəl b-nin kvadratı. Burada da b-nin yerində 1 böl a-dır. Yəni 2 hədlinin kvadratı, cəminin kvadratı çıxılsın onların hasili olurdu. 1 bölünsün a. İndi gətirib yerinə qoyuram. Cəm məlumdur 7. 7-nin kvadratı çıx 2 vurulsun. Bunlar da tərs ədədlərdir, elə 1 olacaq. 49-dan çıxırıq 2-ni, o da 47. 51-ci sual. Turist əvvəlcə yolun 30%-ni, sonra qalan yolun 60%-ni gedərsə, yolun neçə faizi gedilməmiş qalar? Bütöv yolumuz 100%. 100%-in birinci 30%-ni gedir, düzdür. Onda nə qədər qalır? 70%-i deməli qalır. Qalan yol 70%-dir. Daha sonra isə qalan yolun 60%-ni gedir. Qalan yol 70% idi, yazıram. 70%-in 60%-ni gedir. 60% nə deməkdir? Yəni vur 60 böl 100. Bu faiz işarəsini buradan silək. Aha. Daha sonra buradan faizini tapsam, sıfırlar ixtisar gedir. Bu da olur 42%. Bu da yenə gediləndi. Daha sonra 42%-ni getdi. Neçə faizi gedilməmiş qaldı? Qalan yolum nə qədər idi? 70. 70-dən çıxıram, 70%-dən çıxıram 42%. 28% gedilməmiş qalır. 52-ci sual. Deməli, A çoxluğunda 6, B çoxluğunda 8 element var. Kəsişməsində isə 2 element var. Onda yalnız A-da ümumi 6 olmalıdır. İkisi kəsişmədədirsə 4'ü yalnız A-dadır. B-də də ümumi 8 element var. İkisi hər ikisinə aiddir. Yalnız B-yə 6'sı aiddir. Bizə deyir ki, çoxluqların birləşməsindən təsadüfi olaraq götürülmüş bir elementin A fərq B çoxluğuna. A fərq B neçə element var? 4 element var. Deməli, ehtimalını istəyir. Ehtimalda bilirəm ki, sürətdə əlverişli hallardır. Yəni, bizdən soruşulan. Bizdən soruşulan A fərq B-nin sayıdır. A fərq B-nin sayı 4'dür. 4 bölünsün. Məxrəcdə mümkün hallardır. Mümkün hallarda bizdə hansı çoxluqdan götürür? Deməli, birləşməsindən götürülmüş. Birləşməsində neçə element var? 4 üstə gəl, 2 üstə gəl, 6. Yəni, 12. Mümkün hallarımız da 12'dir. Bu da olacaq bizdə 3'də 1. Deməli, ehtimal da 3'də 1'ə bərabərdir. 53-cü sual. Hündürlüyü tərəfindən kök altında 3 dəfə kiçik olan rombun daxilinə çəkilmiş çevrənin radiusu 3 kökdə 3 olarsa, rombun perimetrini tapın. Rombun daxilinə çəkilmiş çevrənin radiusu hündürlüyünün yarısı olur. Bu da bərabərdir 3 kökdə 3'ə. Onda buradan mən hündürlüyü tapa bilərəm. Hündürlük 6 kökdə 3'ə bərabərdir. Deyir ki, hündürlüyü tərəfindən kök altında 3 dəfə kiçikdir. Yəni 6 kökdə 3 hündürlüyümüz tərəfindən kökdə 3 dəfə kiçikdir. Buradan da mən tərəfi tapa bilərəm. Tərəf də 6 kökdə 3 vurulsun kökdə 3 olacaq. Yəni 6 vur 3, o da 18. Rombun perimetrini istəyir. Perimetr 4A ilə hesablanır. 4 vurulsun tərəfin uzunluğunda 18 tapdım. Bu da olacaq 72. 54-cü sual. Deməli, verilənlərə əsasən AM'in uzunluğunu tapın. Bizə verilib ki, burada M'in perpendikulyarda AB-yə, yəni bura 90 dərəcədir. Eyni qaydada C bucağında. Həmçinin BM verilib 3, MN verilib 4. Elə Pifaqora əsasən buradan BN kök altında
9 və 16, yəni 25. Buradan da 5 çıxır. BN oldu 5. NC verilib 7. Daha sonra da istəyir AM'i burada olsun X. İndi baxıram ki, 2 dənə düz bucaqlı üç bucaq var. Biri BMN'dir, digəri isə ACB üç bucağıdır. Bunların bucaqlarına fikir versəz. Bura olsun bir alfa, burada olsun beta. Burada olsun beta. Yerləşmədir. 2 xətlə göstərdim. Deməli, davam eləsəm. BMN üç bucağında hansı bucaqlar var? 90 dərəcə var. Bir də burada göstərmişəm. 2 xətlə betadır. Düzdür. Həmçinin ACB üç bucağında 90 dərəcə var. Eyni qaydada alfa və beta var. Düzdür. Yenə beta var. 2 üç bucağın 2 bucağı konkurentdirsə, BB əlamətinə əsasən bu 2 üç bucaq bir-biri ilə oxşardır. İndi oxşarlığı tətbiq edirəm. Birinci gəlin BM-nə əsasən yazaq. BM-də 90 dərəcənin qarşısında hansı tərəf var? BN. BN bölünsün. ABC üç bucağında 90'ın qarşısında AB tərəfi var. AB bərabərdir. Daha sonra deməli BMN üç bucağında beta'nın qarşısında MN tərəfi var. ABC üç bucağında beta'nın qarşısında AC tərəfi var. Və hansı tərəflərimiz qaldı? BN'i yazdıq, MN'i yazdıq. Bir dənə qaldı bizdə yazmaq üçün BM. Bölünsün. Burada da BC. İndi gətirib yerinə qoysam. BN'in uzunluğu bizdə məlumdur. 5'ə bərabərdir. AB'nin uzunluğunu bilmirəm. AB bərabərdir. MN və AC də məlum deyil. Yəni AC məlum deyil. MN var 4'də, amma AC yoxdur. BM var. BM 3'dür. Bölünsün. BC də 5 və 7'nin cəmi, yəni 12'dir. Buradan çarpaz vursaq, AB bərabərdir 20'yə. İndi bütöv AB 20'dir. AB bizdə nəyə bərabərdir? X və 3'ün cəminə. X üstə gəl 3. Buradan da X bərabərdir 17'yə. Məndən də AM-i, yəni X istəyirdi. O da bərabərdir 17'yə. 55-ci sual. 2 ədədin cəmi 6'ya. A üstə gəl B bərabərdir 6. Kvadratlarının cəmi isə 22'yə bərabərdir. Bu ədədlərin hasilini tapın. Muxtasar vurma düsturundan. A kvadrat üstə gəl B kvadrat bərabərdir. A üstə gəl B'nin kvadratı çıxılsın 2AB olur. İndi gətirib yerinə qoysam. 22 bərabərdir. 6'nın kvadratı çıx 2AB. Buradan 2AB bərabərdir. 36 çıx 22. Yəni 14. A vur B də bərabərdir. 14 bölünsün 2. Yəni 7. Məndən də hasilini istəyir. Bu da olur 7. Bugünlük bu qədər uşaqlar izlədiyiniz üçün təşəkkür edirəm. Bu tür videoların davamının gəlməsini istəyirsinizsə kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.